Salam, baxırıq günün informatika suallarından 43-cü sualın izahına. Deməli, m dəyişəninin sonunda 42 dəyərini alması üçün daxil edə biləcəyimiz ən kiçik ədədi müəyyənləşdirməliyik. Deməli, blok sxemimiz bu formadadır. M dəyişəni ən sonunda 42 alınmalıdır. Baxın, burada 42 alınmalıdır. Burada da 42-ni necə əldə ediblər? Baxırıq ki, hər hansı bir ədədi 2-yə vurub 42-ni əldə ediblər. Demək ki, burada m bizdə 21 olub ki, onu 2-yə vurub 42 əldə eləmişik. İndi baxaq görək biz m-i hansı tərəfdən əldə edə bilərik? Baxırıq ki, bu tərəfdən m-i əldə edə bilmərik. Çünki burada 2 K-ya vuraraq 21-i əldə edərlər. Amma 21 2-yə bölünmür axı. Onun üçün buradan əldə edə bilmərik. Gəlirik bura. Deməli, hansısa 2 ədədi toplayıblar və nəticədə 21 alıblar. İndi baxaq görək bizdə ədəd hansıdır? K bizdə 14-dür. Deməli, 2 vurulmuş M. Və baxırıq ki, burada K ilə cəmlənib qiymət. K da ilkin başda 14-dür. Demək ki, burada M üzərinə gəlmiş 14 bizə 21-i verib. Buradan M neçə eləyəcək? M eləyəcək 7. Əgər həqiqətən M dəyişəninə 7 dəyərini mənimsətsək, 2 dəfə 7 eləyəcək 14. 14-dən 14 çıxacam, eləyəcək 0. 0 böyük bərabərdirmi 0-dan? Buna hə deyəcəm, gələcəm bu yola. Bu da yox olub deyək ki, bu yoldan da gəlib nəticəni 42 əldə etmiş olacam. Cavab olacaq 7, yəni A variantı.